Hüseynov. Qeyd edədiyim kimi Yunan və Roma güləşi üzrə dünya və Avropa çempionu. Zəhmət olmasa videonu təqdim edək. Hər şey olan bir şəxsin idmanda qalmağı çox çətindir. Çünki idman... Ona görə sən deyirsən ki, ata çempion oldun və biləm ki, nə qədər sənə fəxr edir. Ata oğlum dünya çempionudur, ata. Demək, atam öz silahı var idi, Amerikan Winchester var idi, onu satdı. Bir də qızıl boyunbağısı var idi, onu satdı. Bugün mən Olimpiya oyunlarından sonra bəlkə də idmanı atmışdım, atam deməsiydi. Mən də fəxr edirəm, həm də biz ata kimi, şəxsi müəllim kimi, qrafik kimi mən biz tələbə yetişdirmişəm. İdmanın məhz atmamağıma əsas səbəblərdən biri də o idi ki, mən bu hisslərdən məhrum olacağım. Qardaş, bu nə əziyyətli çəkirsən? Nə vaxta qədər evə su daşıyacaqsan? Biz necə eləyim, qardaş? Problemin həlli buradadır. Gəl mənlə. Black Diamond ilə suyunuzu evinizdə özünüz istehsal edin. Həm su daşımağa son qoyun, həm də keyfiyyətindən tam əmin olun. Həm də hər birinizi salamlayıram. İndi siz tələbələrin arasında oturanda həminki günlərim yadıma gəlir. Bir növ nostalji hisslər yaşayıram. Əlbəttə, siz artıq məktəbli deyilsiniz və 20 yaşda deyilsiniz ki, hansısa bir xüsusi məsləhət ilə hər biriniz müəyyən bir yaşa çatmış şəxslərsiniz. Biraz biznes motivasiyasından danışdım. Mən fikirləşirəm ki, mənə düşən olandır ki, mən sağlam həyatı motivasiyasından danışa bilirəm və düzgün yaşamışdan. Fikirləşmirəm ki, özüm haqqında hər hansısa bir məlumat vermək lazımdır. Yəqin ki, idman həvəskarları bilirlər, hansı idmanla məşğulum və nə işlə məşğulum. Bizdə ümumiyyətlə, bugünkü gün gənclərdə kifayət qədər sağlamlıqla bağlı problemlər vardır. Mən fikirləşirəm ki, bir idman peşəkarı kimi sizə maraqlı olan mənim fikirlərimdə bölüşmək sizdən. Amma cəmiyyətimizdə belə bir problem var ki, bu fitness klublarında, dünyada qeyri-peşəkar mütəxəssislər çalışırlar və eyni zamanda qeyri-peşəkar məşqçilər çalışırlar, hansı ki, gənclərimizi zədələyirlər və genofonumuza birbaşa təsir edirlər. Eyni zamanda bizi bugünkü gün abun diyetolog qoyur, hər trenajör zalında əlinə bir qantır və ştan qalır, işləyən adamlar diyeta yazılmaya çalışırlar. Çalışın ki, ümumiyyətlə, birinci işlədiyiniz mütəxəssislik kimi bir fərqli olsun. O insanlar haqqında daha çox məlumat alırsınız, hansı ki, mütəxəssislik səviyyəsini yoxlayasınız. Əlbəttə, sağlam həyat şəraiti bugünkü gün hər birinizə vacibdir. Sizin də hal-hazırda hər biriniz cavansınız. İnanmıram ki, sağlamlıqda bir problem yaratsın, amma müəyyən bir dövrdən sonra insan öz sağlamlığının problemlərini hiss etməyə başlayır və bu da birbaşa, belə deyək, bizim qeyri-sağlam yaşayışımıza təsir edir. Hansı ki, bunlara da sövq edən idmançılar var ki, görsədirlər ki, sağlam həyat şəraiti hansıdır. Aramızda çox insan bugünkü gün sigaret çəkir, aramızda çox insan bugün fast-foodlardan istifadə edir, hansı ki, müəyyən bir dövrdən sonra öz fəsadlarını görsədir. Aramızda bir çoxları energetik içkilər və ya sigaret və ya belə deyək, pis vərdişlərdən yapışırlar, hansı ki, bu da xüsusi olaraq bizim sağlamlığımıza təsir edir. Sizin də hər biriniz bizdən kifayət qədər yaşda cavansınız və biz nə qədər bacardığımız qədər biz idmançılar çalışırıq ki, təbliğ edək ictimaiyyət arasında, idman həvəskarları arasında, yeniyetmə və gənclər arasındakı kifayət qədər çalışan sağlam idmanla məşğul olasınız. Sağlam idman birlikdə nəyi nəzərdə tuturam? Düzgün məşqçilərin, peşəkar adamların yanında və eyni zamanda ürəyimizə və hər hansısa bir bədən orqanınıza yük salmayaraq, eyni zamanda sağlam bir davranasınız ki, gələcəkdə sizin kimi gənclər bizim dövlət idarəçilərimiz olacaqlar, hansı ki, biz də sizlərə baxıb fərq edirik. Əlbəttə, öz proqram haqqında danışmaq istəməzdik, nəyə görə? Çünki kiminsə məlumatı var, maraqlı olan, maraqlı olmayan da fikirləşmirəm ki, bundan sonra maraqlı olsun. Yəni, təkcə onu demək istərdim ki, mənim uğurlara çatmağıma səbəb oldu ki,
Mən daim istərdim ki, valideynim məndən fəxr etsin və daim mənim bir psixologiyamda bir söz olurdu ki, necə edə bilərəm ki, atam məndən fəxr etsin və daim bunun üzərində çalışmışam. Əlbəttə, uzun müddət idmanda olmağıma baxmayaraq, müəyyən bir dövrdə çöküşlər də olurdu ki, hansı ki, uğur qazana bilməmişəm, hətta idmanı bitirmək istəmişəm belə, amma valideynin əziyyəti gözümün qarşısına gələndə bir anda bu problemli anlar mənim yanımdan çıxmağa başlayıb. Özümü motivasiya etməyə başlamışam. Bir insan üçün ən böyük motivasiya ola bilər ki, valideyni ondan fəxr etsin. Çünki mən başqa ikinci elə bir adam tanımıram ki, öz övladına qısqanmasın və ondan fəxr etməsin. Çalışın ki, valideynləri sizdən fəxr etsinlər. Bildiyiniz kimi, Rüfət müəllim Matematik Azərbaycan layihəsinin rəhbəridir. Bizim aramıza qatıldı. İstəyirəm ki, mən indi sözü Rüfət müəllimə verim, amma söz vermədən öncə biz video tanıtımızı izləyək. Sonra isə söz Rüfət müəllimə. Motivator Azərbaycan ölkənin ilk qlobal motivasiya layihəsidir. Layihənin məqsədi müxtəlif sahələrdən olan uğur qazanmış şəxslərin uğur hekayələrini mənə deyirdi ki, yaxşı oxu ki, yaxşı bir şirkətdə işləyəsən, amma digəri deyir ki, yox, yaxşı oxu ki, yaxşı şirkətin olsun. İş prinsiplərini, Qonaq və yaxud da aparıcı səhvən nəyisə düz demədi, xoşa gəlməz bir ifadə efirə getdisə, bu düyməyə basırıq və o hissə kəsilir. Və əsas uğurlarının sirlərini izləyicilərə çox asan və anlaşılan dildə çatdırmaqdır. 30 il bundan qabaq kağız daşımaqla məşğul olmuşam. Bizim şirkətdə ali təhsil biz tələb etmirik. Paralimpiya Komitəsi ümumiyyətlə belə bir yerdir ki, burada işi sevməsən, burada işləyənməzsən. İllərlə, günlərlə, yəni həftələrlə yatmamışıq, yeməmişik. Məkdə universitetlərdə həmişə deyirdim ki, qayıdınız evə, əgər anavuzu görsünüz, öpüz onu. Əgər atavuzu görsünüz, deyirsiniz. Ben sizi seviyorum. Bu günləri səhər 9-dan məktəbə belə hara geysən, problem olur, məsələn, düz olmur. Adi bir dənə videodur, onu da görsən yanlışıq olur. Bilmirəm, nə ilə bağlıdır, ancaq ki, yenə də insan gerək motivasiyadan düşməsin, inatgər olsun. Bir də, bunlar neçə vaxt oturdular burada? Saat haradasa 2 yarısında. 2 yarısı, saat neçə dedin? Saat 3-dür. Allah sonra alır. Saat yarımdır. Hərəsində bir dənə dönən ayıram. Bir də ayağa durmayacaq. Bir də ayağa durmayacaq. Bir də durduq ayağa. Hamı durdu ayağa. Bir də sağa sola baxın, görün kim var, kim yoxdur. Sonra dediyim ki, olmayanlara danışarsınız ki, yəni sən gör nə qədər gözəl söhbət, nə qədər gözəl insanlar, Rafiq, hamı tanıyır, bizim Azərbaycan idmanının legendasıdır. Bu insanın 34-35 yaşı var, ancaq dayanmır. Ancaq orada heç də. Özü ayaqlarına gəlsin, ancaq ayaqqabıları hamı ayaqqabısını giyinir. Gəlin, bu həm onları, həm də özünüzü bir də öyrədən üstüyür, bir də tədbirdə ya, qatlayır, maddi ayaqlarına hamı durdu. Oturmayın. Qoşun, ayağa durub hamı, mən də danışıram, hamı durmuşam, əl çalıqla bilər, əksəriyyət xanımlar. Bir fikrindən çıxır ki, oturdum ya. Artıq mən 5-10 dəqiqələrim görür, mən danışıram, onlar da hamısı ayaq üstü. Sonra müalicimə üzr istəmək, oturun, əyləşin, otura bilərsiniz. Yəni, sözümü nə gətirəm, saat yarımda oturmuşuz da, düzdürmü? Necə idi? Xoş oldu adama qalxmaq, adama düşməyən edir. İnsan istərsəməz adi bir saat yarım oturandan sonra biraz narahat olur da, indi razmində oldu da, düzdürmü? Rahat oldu, beyin işlədi. Görürsünüz, insanın həyatında elə bir şeydir ki, insan hansı bir çətinlik düşəndə, onda neysə qədrini bilir bugünkü günləri. Və mən neydə danışmaq istəyərdim sizə? İndi nasiyyalıq, motivasiya, gözəl həyat, hər şey yaxşı şeydir, həqiqətən. Ancaq bundan qabaq hər bir insan ən azından o olduğu gününə şükür eləməlidir. Bax, biz bu günləri bu tələbələr, burada oturmuşuq, sağ-sağ, necə oldu, durduğunuz ayağa oturduq, düzdürmü? Ancaq insanlar başı ayağa dura bilir. Düzdürmü, söylüyorum? Adam var, yeriyə bilmir. Adam var, nəsə, normal həyat yaşaya bilmir. Allah onlara da səbir versin. Ancaq ki, biz bugünkü günləri, Rafiq qardaşımızın danışdığı söhbət var. O sağlam qida, insanlar hansı ki, mən bu yaxınlarda bir məsələ ilə rastlaşdım. İnsanın bütün orqanlarının qiyməti $450 milyon dollardır.
nəsə belə bir şey qiymətli, təxmini də indi beyin nəsə qiymətləndirildə bir 450 milyon dollar qiymətli. Təsəvvür sənin qiymətin 450 milyon 500 milyon arasında, yarım milyard da, yəni bugünkü günlərdə. Bir insan maraqlıdır, gedirdir, özündən bir maşın alır. Məsələn, 10 minlik, 20 minlik, bütün günü bəli. Yəni, maşın alır da, indi alır da, təzə maşın alır da, indi görürsən ki, birdən gəlir, təzə alır da, qanaca salır, orasını təmizdir, burasını təmizdir, nə bilim, suyun dəyişir vaxtında, benzin deyir, yaxşı benzin olsun. Ancaq deyir, maraqlıdır ki, insan özünün qiyməti 450 milyondur, ancaq özünə heç o qədər baxır. İndi razılaşaq da, yəni, çox adam heç onu fikirləşmir ki, bugünkü günləri bizi, yəni, hər şey biz fikir, pahalı paltar alacaq, yaxşı, zaman için, bunu yaxşı ütülər, nə bilim, maşın heç öz yerində, inanmır məqsədi maşın. Ümumiyyətlə də əşya da, hansı ki, neysə pul versin. Ancaq ən böyük dəyərimiz, ən azından dəyər, o insanın özüdür də, bugünkü günləri. Onun sağlamlıqdan o tərəfi var mı? Dünyada ən bağlı milyarder tanışsınız da, Warren Buffett. Warren Buffett 90 yaşı var təxmini, Daniel ondan yaxın dostdur, həqiqətən. Ona ayaqqabılarsan çəksən də, düzdür mü? Heç kəsə durur. Top ayaqqabılarını, yəni. Nə demək istəyirəm? Ona desələr ki, Warren Buffett-dəki, sənin o nə qədər milyardın var? Milyardları verdinən, o sənin yaşı qaytar 20 yaşı, 25 yaşına, ya 30 yaşına, inanın mənə ki, onu qaytarar. Düşünmədən. Prost bir dənə şeydir. Deyir, ancaq bir şərtlə, heç nə sərəm planını qayıtlar. Prost o plansı ki, həyatda yığdığım təcrübə, həyatda o səhvlər, elədiyim səhvlər. Yəni, onları məndə qalsın, mən problem deyildə bütün pullarımı verirəm, mən yenidən başlamağa, mən deməli, hazıram. Deməli, məsələ nədən ibarətdir? İnsanın vaxtı, bir də insanın biliyi. Bugünləri universitetdən yoxursunuz. Bilik toplamaq şurada, düzdür mü? Yəni, adam başı institut nəyə lazımdır? Diplom nəyə lazımdır? Mən də universitet bitirmişəm, iqtisad universiteti bitirmişəm. Nəyə lazımdır? Heç nə o diplom verir, xeyr, mən ona razı deyim. Adi insanın hər bir bugünkü günləri sistemi var. Bağçadır, məktəbdir, universitetdir, oxumaqdır, praktikadır. O hamısı bir-birinə bağlıdır. Və bu günləri sənin uğrun, bugünkü gündə əldə etmə uğrun, onlardan asılıdır ki, sən nə qədər düzgün vaxtı, düzgün yerdə olsun, o qədər nəticə daha yaxşı olacaq. Bax, bugün burada nə qədər adam var, düzdür mü? O, bütün universitet deyil də, düzdür. Və inanın mənə ki, sizin aramızdan elə insanlar çıxacaq ki, hansı ki, bizdən də uğurlu olacaqlar. Bizim məqsəd də ondan ibarətdir, motivator layihəsinin məqsədi ondan ibarətdir ki, bizim vaxtlarda belə bir layihələr yox idi, belə bir sosial şəbəkə yox idi, düzdür mü? Bu axı son 5-6 ildə bu daha inkişaf olunur və son illərdə daha da aparatı götürür. Rafiq, bugünkü günləri düzgün aşağıda, Olimpiya mükafatı sistemdə düzdür mü? Orada kimsə dayı var ya da papan yaxşı idman müəllimidir, əməkdar məşqçisidir, yəni hamımız onu tanıyırıq. Papana görə bugünkü sənə bax, bu dünya Avropa çempionu olsun, düzdür mü? Orada ümumiyyətlə, orada papaya görə, dayıya görə nəsə olur, düzdür mü? Bax, məsələn, mənim dostum dayım olur. Dayı, məsələn, bu ayaqqabılar var, nə alsa ayağımda ayaqqabılar. Hamı elə fikirləşir, hamı bir göz komikasıdır. Yox, boş söhbətdir, mümkünsüzdür. O, məncə tənbəl və kompleksli adamlardır. Heç bir sərhəd yoxdur, nə dayı, nə xala, nə bildiyi. Əgər səndə bu istək varsa içərdə, mən inanıram ki, haçansa bir neçə ildən sonra belə buradakı uşaqlardan biri bu səhnədə danışacaq ki... Biri yox, niyə biri onu olsun? Bir neçə billəri də yəni, olar. İnşallah. Kim istəyir ümumiyyətlə burada gələcəkdə, o da gəlsin, çıxsın, danışsın, öz həyətdə gəlsin. Var burada insanlar? O, maşallah. Yəni, burada kim deyir, mən danışmaq istəmərəm, eləmək istəməm, mümkündür. Yəni, bu boş-boş söhbətdir. Yəni, nə demək istəyirəm ki, hər şey özünüzdən asılıdır. Mən 4-5 il bundan qabaq o layihəmi yaradanda, Motivator Azərbaycan layihəsini, heç kəs inanmır, deyir, nə ilə lazımdır. Deyirdim, yox, bunu eləyəcəyik, idman eləyəcəyik, gənclərlə görüşlər təşkil eləyəcəyik, universitetləri gəzəcəyik. Ən azından bir nəfərə xeyrimiz olsa, bizim işimiz daha effektiv. Və bizim demək olar ki, nə qədər insanlar bizim xeyrimiz deyil də. Adamlar olub ki, intihardan xilas oldular. Özləri gəldirlər, danışırlar ki, biz belə psixoloji problemdeydik, filan verişə baxdıq, Danilo verişinə baxdıq, Rafiqin verişinə baxdıq, bizim Elvin Dadaşoyun verişinə baxdıq. Yəni, Elvin Dadaşoy özü gəldi bizim tədbirdədir ki, qardaş, adam yığdı ki, mən verişə baxdım, intihardan fikrimi getdim. İnsanlar var ki, depressiya düşürdülər, hansı bir işlə bağlı alınmadı, nə bilim, pul itirdik, problem yarandı, verişlərə baxırlar, ilham alırlar, hansı bir insana görə ondan olursa, deməli, məndə də olacaq. Surəsu şirkəti evlərə, ofislərə və bir çox dövlət əhəmiyyətli müəssisələrə 100% təbii minerallarla zəngin 19 litr və 0,5-lik qablarda su çatdırır.
Hamı bilir ki bizim işimiz hardan, biz dibdən gələn adamlar. Yəni, biri var 0, biri var dibdə, yəni dibdəsən də. Və indi adamlar fikirləşirlər ki, mənim öz komandamda da. Məsələn, mən illərlə metro ilə gəlib gələn adamım. Metronun İsə illəri kimi burnumdadır. Metro qabaqlar İsə nə tərəfdir? O şeydir, Lupaqacıda kimi, hə. İndiki kimi şişəli döyülür, belə qəşəng. Orada bir dənə dəvirləri, o qoyan kimi ayağımdan qalan sonra getdim. Deməli, evdən bir insan pul verirlər ki, mən idman üstünə karataya getirdim o vaxtı. Orada 250 manat idi, jeton, yaxşı göyləkli jetonlar etsin. Yadınıza gəlir, bunların kimiyətlər yadlarına eləməz boş. Hə, görmüşsünüz, kimdir görən burada? Kimdə axşaqda? Görmüşsən, baba O vaxtı yox, jetonları görmüşsün. Jetonları, o vaxtı yoxdur, o jetonları görmüşsün. O jeton ala bilmirdim, niyə? Çünki məşqə gedir, məşqdən çıxandan sonra orada bir dənə qəşəng idman üstünün yanında yadva gəlir abi. Qırmızı şeylər var, pelaşki, dönər yadva gəlir orada. Bilinmirdi, nədir? O şey oradan gəlirdim bir ki, nizami qalsın ki, bir dənə pelaşki alın deyim. Məşqdən sonra da qaçır eləyir, kalor etirirlər. Və ona görə də mən neyini inirdim? Metrodan kim keçirsə daha uzaq eləyim. Keçən gün mən karate, futbol belə cəlb edildim də, başa düşdünüz? Aha, sizə necə, o keçirdi, keçirdi, belə gözlüyüm arxadan bir dənə 60 jetonu keçdi, bir moment olaraq onun arxasıyla keçirdi. O yüzden böyle onu bükürdü, yani bizden o yıldırım sürətiyle də. Yəni, bugün razılaşırsınız da, o gör necə çətinliklə sən gəlirsən ki, yəni o günləri yaşayırsan da, təzə belə ki, kimsə keçir, sən də onu gülürsən ki, tez keçsən ki, mənə vurmasın da. Moment olur, bir də şeylərdə orada baxılı səs gəldi, özü keçəndən sonra. Yəni, mən o günlərlə həqiqətən fəxr edirəm. Çünki niyə? İnsan, çətin günlərin insanı daha uğurlu olur. Yəni, İnsanın imkanı pulu var, hər şey var, bunun nə motivasiyası olacaq? Düzdürmü? Göz açılandan. Ona görə arada bir özümüzü qılmış, bir şey, mən belə oldu, papamdır, günahkar, nə bilim, mən milyonçu niyə doğulmadım, mən Musk niyə olmadı, Steve Jobs əmim niyə olmadı, filankar, olmalı, deməli belə olmalı. Deməli sən olmalısan, deməli sən eləməlisən. Olmayıb, özün ol, bu böyüyən nəsil desin ki, mənim əmim filankəsdir. Səhv deyirəm, yox düz deyirəm. Halal olsun hamıza. Bir dənə gəlin, edən bir dənə qalsın. Beğendiniz inşallah. Bu motivator proqramının universitetimizdəki ikinci buraxılışıdır. Və hər buraxılışda bizim oyunlarımız olur. Oyunların daxilində səhər yeməkləri, müvafiq tədbirlərdə iştirak və yaxud da biletlər verilir, hədiyyə biletlər. Mən daha ətraflı üstünü Canan Arxamı səhnəyə dəvət edirəm. Hər birinizi salamlayıram. Keçən ildə burada bir yarış keçirmişdik. Səhər yeməyində olanlar var idi burada. Yenə də biz eyni zamanda yarış keçirdirik. Eyni şərtlərdə gördüyünüz bu səhnələri hər birini takip edirsiniz. Rüfət Həsənovun səhifəsində son paylaşım var. Ora daxil olandan sonra son paylaşım var. Həmin son paylaşıma komment yazırsınız və biz oradan seçəcəyik qalibi. Hazırsınız? İlk 5 qalibi seçirik. Baxın, gördüyünüz kimi təsadüfən seçiləcək. Mən çox mutlu olacaq. Axırıncı kim yazıbsa seçin. Ziba, Abdul Kərimli. Təbrik edirəm. Ali Fon. Göstereceğim. Son 3 galip. Bir dəfə şey. Siz yazın, hadi yapmalı, hadi yapmışsın. Rəşad 27. Rəşad, niyə 27? 27. Boşda dur adam, gəl qoyur, gəl. Son 2 galip. Fıra. Mən də ki biraz gəl. Biraz necəlim, ara nətənlik? Sərhəddin Quluzadə.
Görürəm ki, görünəm. Bırak da parmak. Ayşe nokta Emel. Ayakkabı ya. Şimdi 3 qalibi seçirik. Seçilən hər 3 qalibə motivator geyimi hədiyyə. Aliyev, Lamiyə Əliyeva. İkinci qalibi seçirik. Çok çekti, çok çekti. Yine hanımdır. Seçilib. R. Əhmədova. Rəqibə Əhmədova. Son, üçüncü qalib. Fidan Nuri. Sakara'dan oğlanlara 5 tane kupon. Yazık Sakara. 5 tane kupona. Birdən bəy xanım çıxsa. Kişiler salonuna. Birden hanım düşse hanım. Şeyler sakla şeyler. Yok kupanını verer dostuna. Hə. Verer dostuna problem yok. Seninle yok 100 lira. Ben. So, necədir? Oğlanlar ne diyor oğlanlar da yala. Sualı İlyas bəyədir. Ekzotik dərilərdən hansıların hazırlaması ən maraqlı sizə gələn hansı dər olub? Belə deyim də, çox dərlər. Apula dərisindən tutmuş, nə bilim, asatlı dərisindən dərsə tutmuş. Müştəri istəyini asılıdır. Yox, toyuqla elə olmuyor. Maraqlı da toyuqla. Qabaqda başlıyor. Amma ki, ən bahalı istifadə etdiyimiz dərilərdən biri timsah dərisi. Timsah dərisi çox bahalı olduğundan, timsah dərisinin ayaqqabısı başlayır 2500 manatdan, mazeldən sonra dəyişir. Amma yəni müştəri istəyini asılıdır. Müştəri nə istəsə o dərdən eləmək olar. Əsas hər şey bahalıdır, yəni qiymətlər. Sualım Rahman bəy. Klassik güləş məyin, onlar Yunan Roma güləş əsasında fərq nədir? Güləş növləri, beynəlxalq güləş federasiyasının təsdiq etdiyi 3 güləş növlərdir. Yunan Roma güləşi, sərbəst güləş və qadın güləşi. Sadəcə 30-cu illərə qədər güləş bizim Yunan Roma güləşimiz onlardır, Fransız güləşi. Çünki əsasən Fransadan olan yanaşılara qalib gəlirlər. Sonradan Sovet İttifaqı dövründə daha çox klassik güləş adlandırıldı. Amma son müasir dövrlərimizdə artıq təsdiqlənibdir. Yəni İngilizcə Greco-Roman wrestling gedir, bizim dildə isə Yunan Roma güləşi gedir. Faktik olaraq eyni bir şeydir, sadəcə adı fərqli dillərdə yenə deyək, Sovet İttifaqından qalan bir stereotipdir, amma əsl adı Yunan Roma güləşi gedir. Motivator Fitness Klub sizin daha sağlam, daha energetik və daha özgüvənli hiss etməyiniz üçün fəaliyyət göstərir. Özünüzü daha yaxşı bir formada görmək istəyirsinizsə, həmən ilk addımı atın və bizə qoşulun. Motivator Fitness Klub. Sual sizə olacaq. Bayaq dediniz, məsələn, eləyirəm sonra sakitləşirəm. Elə vaxt olur ki, məsələn, siz də həvəsdən düşürsünüz və özünüzü motivə edə bilirsiniz. Sən qız işləyirsən, Rahmet, nömrəsini yazarsan. Həqiqətən çox super sual idi, İngilizcə yerdə sual olmamışdı. Olmuş deyil, belə necə motivasiya edirsən. İnsan da belə ondan sonra bir də durmaq lazımdır. Bir də nəfəs alın. Rahatsız.
Qardaşlıq, hə? Ortalama qaytardılar. Mənim bundan az bir gün ərzində bir 40 dəfə eləyib həmişə. Mənə görə mən tez-tez eləyib. Neysə. Ancaq ki, mən bir daha söz deyim. Həqiqi mənada uğurlu insanlar, güclü insanlar hər gün neyləsə, hər çətinliklə rastlaşırlar. İstərsən, insan həyat elədir. Problemsiz həyat olur ki. Ancaq sən əsəbləşməklə onu sən düzəldəsi deyilsən, o məsələ düzəldəsi deyil. Ona görə çalışmaq lazımdır ki, maksimal dərəcə tez şəkildə. Necə deyirlər, ayıq başından, sakit, əsəbləşdirin, nəfəs balını sakitləşdirin, nə sakit ol. Bəzi insanlar belə şeylər deyirlər, bu məsələ şeyində. Hər bir cür şey var da. Mənə motivasiya nədir? Əsəbləşəndə deyirəm, mən gün gedəcəm, qeydə saat 3-də evə. Nə biləm, bir dənə yaxşı kinoya baxacaq. Adi kino. Məsələn, adi serial, adi xırda bir şey. Onu hamı eləyə bilər də, düzdür mü? İndi çox adam deyir ki, o özünü ilə yəqin fikirləşir ki, maşını dəyişəcəm, motivasiya edəcəm, nə bilim, paltar alacam. Yox, elə deyil. Adi xırda şeylər hansı ki, hər bir insan onu eləyə bilər. Sadəcə olaraq neymişsən, neyi fikirləşirsən ki, xoşladığın bir iş nədir? Neymişsən onu xoşlayırsan da mən? Xoşladığı yemək nədir? Adi insan onu motivasiya edə bilər, düzdür mü? Hamı şirniyyəti xoşlayır. Nasırayla olmalı şirniyyəti. O belə çox imanı kökərdir da. Sonra da gəl bizim zala, motivator fitness'ə məşqəli kaloridan. Nəzər söhbət. Bir dərsən cavablandırdım sonra olar. Ben ki cavablandırdım. Cavablandırdım, motivasiya neydən alsın? Motivasiya almaq üçün yaxşı şey gözləyirəm. Çünki fikirləşməsin ki, mən yaxşı ayaqqabı giyməliyəm. Hər bir uğurun dalında mən həmişə bunu demişəm, deyirəm. Məcburiyyət qalır, məcburiyyət. Əgər sən nəyəsə məcbursansa, sən onun dalında gedəcəksən və uğura doğru gedəcəksən. Sağ özünü məcburiyyətə və məcburiyyət sənətindən çıxmır motivasiya. Hə, konfor zonasından çıx, onu da bestir. Bir də mən sizdən sözüm, hər insanın yaxın ətrafı var da. Qohumun, anası, qardaşı, bacısı, düzdür mü? Elə vaxt gəlib çatır ki, insan özü düşünən şəhərdə eləyir, motivasiyası olmur da. Alıb da məsələn, istədiyi kostyumu, istədiyi maşını, istədiyi, yəni, burada gəlib o yerə çatırsan, düzdür mü? O momentdə isə özü motivasiya elədirmək üçün dinən ki, anama aparıb hansı bir ölkədə istirahət eləsəyim, atama falan saat alırım, qardaşıma falan şey eləyim, onunla da özü motivasiya. Yəni, motivasiya tek özü vaid deyil də, ətrafdadır. Öz yaxınlarımızı qoruyur. Əsaslı valideynlərimizin qədrini bilin. Nə edirsinizsə də valideynlərini böyüsü də yavaş-yavaş, düzdür mü? Müəyyən bir vaxtı gəlib çatacaq, işləyəcək. Vaxtı valideynlərimizi öz yaxınlarımıza ayırır. Və ona görə sizdə motivasiya olacaq ki, pul qazanırsınız ki, hər iki valideyninizi arası aparasın. Mənə elə ondan gözəl motivasiya yoxdur, düzdür mü? Nədən söhbətdir? Hoşuna gəldi, cavab verin bizi. Burada səhərdə səs vermək istəyir. Bəzi uşaqlar deyir ki, əgər rüfət bədiyəsi bir insandan xoş verməyəm bu dilən zaman, o uşaqlar dönəmlərlə xoşbəxt deyil də. Bir söz mən haradan o istədiyim nəticəm, həqiqətən xoşbəxt. Məndə olur ki, birdən çox negativ oluram da, moment olur da, istər-istəməz insan həyatında hər şey belə şey olmur da, necə deyirlər, latqə keçmir də. Ancaq elə moment olur ki, dayılıqda da olur, rafiqdə da olur. Bir moment olur, evə qaydanda, yaxud yolda olanda, sakitçili olanda, baxırsan ki, nəsə xoşbəxtsən, bir moment belə şey gəlir insana ki, toşlubilsən, o da fikirləşirsən o çətinliyi, o gəldiyin yolu, o problemləri, hamısını və bu bildirsən ki, şükür Allah'a ki, hər şey yaxşıdır. Bir yenə deyirəm, ən birinci şükür eləmək lazımdır ki, insan sağlamıq bugünləri. Yaxınlarımız yaxşı olsunlar. Yəni, həmişə negativ olan onu düşünün. Ondan da yenə deyirəm, xoşbəxt olmaq, olmamaq öz əlimizdədir. O bizim öz əlimizin içində olan bir şeydir. İnsan da o yolunu özü seçir. Hər bir insanın öz motivasiyası vardır. Kimisi pul fikirləşir, kimisi yaxşı həyat fikirləşir, kimisi mənim kimi valideynlərlə fərq etməsini fikirləşir. Fikirləşirəm ki, fərqli motivasiyalar var, amma hər birinin başında əlbəttə ki, səndən fərq edəsi insanların baxışları durur. Biz hər dəfə yarışdan gələndə, aeroportda, hava limanında və digər yerlərdə bizi qarşılayan yaxınlarımızın baxışlarına biz hiss edirik, sevinci və ödəyəcəkdir. Təbii ki, bunlar bir şablon sözü olurlar, amma həqiqətən də belədir. Motivasiya ala biləcəyimiz hissi özünüz tapmalısınız. Hər bir insanda fərqli. Məndə valideynlərin mənlə fərq etməsidir. Amma kimisində yaşayır, kimisində yaşayır. Yenə bir valideyn deyilmə, çalışın ki, valideynin sözünə çıxması daha yaxşı olur ki, məşqlərlə vaxtda məsləhətləşir, valideynlərlə məsləhətləşəsiniz. Proyektlər əsirlikdir bu xaricdə. Rusiyadan, başqa ölkələrdən, Amerikada görürüm ki, məsələn, belə bir layihələr var, bizdə ancaq yoxdur.
Azərbaycanda yoxdur. Yəni kimsə edir, yəni bir böyük bir layihə yoxdur. Dedim, bəs belə bir proyekt olsun, hansı ki, həm idman olsun içində, həm biznes olsun, yəni hər şey olsun. Və başladım. Əsas məsələ başlamaqdır. Yəni bu yavaş-yavaş. Mən çox o deyir ki, sənin layihəndə kim çəkiləcək? O qorxur, bu qorxur. Dedim, mən yox, hamı çəkiləcək. Şükür Allaha bir günləri bizim de dostlarımız, idmançılarımız hamısı demək olaraq əksəriyyəti çəkilir. Bundan sonra da biznesmenlərin sayı get-gedə artır. Yəni işimizi görürük. Və məqsədimiz kanal olmaqdır. Ümumiyyətlə, motivator kanal olacaq. Yadda saxla bu söhbəti. Yəni motivator dünyada ilk dəfə motivasyon kanalı olacaq. Dünyanın heç bir yerində musiqi kanalı var, idman kanalı var, hər kanal var, ancaq motivasyon kanalı yoxdur, düzdürmü? Ancaq bu günlər ehtiyac vardır aslında mənə. Motivasyon. Görün nə qədər sual motivasiyonla bağlı verilir. Görün nə qədər insan, neçə milyon insan var ki, ama motivasiyaya ehtiyac var. Ona görə bizim kanalımız inşallah o fəaliyyətə başlayacaq. Yəni başlayacaq. Çalışıram, mən hər yaşda kiçiklərə, eyni zamanda fərqli yaşda böyüklər də olsun, məsləhət görürəm ki, səhər tezdən qəhvə içsinlər, yəni kofedən ən xeyirli, mən fikirləşmirəm ki, enerji verə biləcək bir başqa bir şey olsun. Özüm də kofe istifadəçisiyəm. Su əlbəttə ki, su həyat mənbəyidir, amma çalışın səhər tezdən, əgər yumraq olmaq istəyir kofe üçün, yəni mənə kifayət qədər yaxşı təsir edir bu. Eyni zamanda sağlam qida olmalıdır ki, enerji balansı tənzimlənsin. Çünki motivasiya olan yerdə enerji olmasa, motivasiyanın heç bir xeyri yoxdur. Ümumiyyətlə, uğurun çox sirləri vardır ki, bunlardan bir motivasiyadır, eyni zamanda enerjidir və eyni zamanda disiplindir və digər faktorlardır. Elədir, amma yuxu sistemi və eyni zamanda səhər tezdən kofedən yaxşı bir şeylə fikirləşək. Bir də məşq eləmək lazımdır, mütləq. Belə olmanızın səbəbi bu yerə gələn zaman çəkdiyiniz çətinliklərdir, yoxsa başqa bir səbəb var? Yəni, pozitiv olmağınızı bir, bura girməmişdən qaba Allah'ın da olsun, yolda elə gəlirdim ki, uçurdum yolda. Təzəli banka gelmişəm, banka pulumu verməlidir. Sonra risk edir ki, sərəncam var, verə bilməyim. Deyirəm, 2 saatdır burada niyə oturmuşam? Risk bir əsəbləşdim, rəllərini belə. Yolda oturdum, gəldim, dedim, cəhənnəmə oldu da, nə olacaq ki? Mən gəlirəm, gənclərlə görüşəm, bugünkü günləri bu universitetdə gəlirəmsə, belə gözəl insanların qabağına. Bank nədir ki, yoxdur, gözləyər, pul nədir ki, sonra gözləyər. Yəni, öz-özümü pozitivləşdirdim də, başa düşün, yəni insan özünü eləməlidir. Çünki həqiqətən biz burada oturmuşuqsa, bu günləri belə gözəl gənclərə biz burada nəsə danışırıq, suallara cavab edirik, deməli, nəyisə əldə eləmişik. Və hər dəfə nastroyenəm olmayanda ki, ay belə oldu, iş düzəlmədi, yəni gördüyüm işləri fikirləşirəm, 4 il ərzində nə qədər döyüş turnirləri keçirmişəm, nə qədər tədbirlər keçmişəm. Nə qədər bizim çəkilişlərimiz olub, Rafiqin, Farxad Acalovun, Fariz Məmmədovun, Rəsul müəllimin sinemada bizim dokumentarlı filmlərimiz yəni. Ola bilən insanların əksəriyyəti bundan məlumatı yoxdur, ona görə bizim səhifələrdə girsinlər, orada da baxsınlar. Yəni, baxıram gördüyüm işlərə və bundan sonra gördüyüm işləri fikirləşirəm, nələr eləyəcək inşallah. Mənim elədiyim nə olub ki, bizim məqsədimiz stadionlar yığmaqdır. Gündüzlüyə hər şey dama-dama görürlər. Biz gəlib iş görək, universitetləri gəzək. Yəni, məqsədimiz nədir? 2000-3000 nəfərlik tədbirlərdir, treninglardır. Orada qışqıraq, qaçaq, nə bilim, belə dəhşətli bir şey olsun da. İnşallah sizi dəvət edəcəklər kimi. Yəni, bu fikirlər məni pozitivləşdirir. Yəni, baxıram insanlara, deyirəm, onda alınır, məndən niyə alınmasın? Aktivləşdirir, pozitivləşdirir. Məsələn, Rafiq Hüseynov dostumuzdur, neçə illəri dostluq edirik. Rafiq bugünkü günləri 33-34 yaşında elədiyini hər idmançı eləyə bilməz. Dünya Avropa çempionu, Olimpiya üçüncüsü. Və biz veriliş çəkiləndə bəzi nailiyyətlər əldə eləmişdik. Və verilişdən sonra deyirəm, Rafiq, necə olacaq? Hətta deyirəm, yox elə, vaxtı deyil, əslində yekunlaşdıra bilərəm, ancaq bunu eləyəcəm, sonra olacaq. Və dediklərini elədi. Təzəli Dünya Avropa çempionu, Olimpiya üçüncüsü dedi, yox, növbəti dünya çempionluğu var, növbəti Olimpiya və bu insanı neyinir? Motivasiya verir, pozitiv verir ki, dayanmaq bilmir. Mən çempion oldum, həqiqətən o gürür verici bir şey. Ata oğlumuz dünya çempionu, ata. Mən həqiqətən Rafiqlə fəxr edirəm ki, insan öz valideynlərinə lazımı dəyəri verir və valideynlərini yaşadır. Həqiqətən elə olmaq lazımdır ki, valideyn fəxr edirsin, məqsəd odur. Və dünya çempionu oldu, onlar üstündən yəni bir keçdi, yarım keçdi, təxmini ağzı ki, bir dəfə də dünya çempionu. İndi mən deyirəm, Rafiq, nə qədər qardaşım, nə karyera bitirməyim, nə? Mən olimpiyadalara gedəcəm, yəni onu eləyəcəm, yəni imkan var onu eləyəcəm. Yəni insan hər dəfə özünə, yəni olub da, özünü mü? Hər dəfə məqsəd olur. Sizin gözünüzdə
insanlar xoşbəxt eləmək çətindir, yoxsa özünüzün xoşbəxt olmaq çətindir? Yəni, həqiqətən xoşbəxt olmasam, onların xoşbəxt edilməm. Ancaq özümü xoşbəxt eləmək biraz çətindir. Ancaq qarşı tərəfdə insanları xoşbəxt eləmək çox asandır. Çünki ailəm, mamam, yaxınlarım, yəni də bugünkü günləri, necə deyim, mənə izləyirlər, mənə baxırlar, mən də çalışıram, elə işlər görürüm ki, onlar mənə fərq versinlər və xoşbəxt olsunlar. Yaxınlarım, yəni, mənim yoldaşım, qızım, yəni mənim qızım skripkaçıdır. Ona görə mən çalışıram ki, öz yaxınlarımı xoşbəxt edeyim. Yəni, özümü xoşbəxt olmağı da ondan asılıdır da. Onlar xoşbəxt olsalar, özüm də xoşbəxt olacam da. Bir məsələ var, indi ayrı məsələdir ki, biraz xoşbəxtliklə bağlı. Mənim xoşbəxtliyim ondan ibarətdir ki, həm ailədə, həm də işdə məndə hər şey yaxşı olsun. Ailəmdə hər şey yaxşıdırsa, işimdə hər şey yaxşıdırsa, mən də xoşbəxtəm. Yəni, düzdür, çətindir. O balans yaratmaq lazımdır. Bir məsələ var, işdən çıxırsan, evdən çıxırsan, işə gedəndə xoşbəxtsənsə, bir də işdən çıxıb evə gedirsənsə, xoşbəxtsənsə, sən də mənə xoşbəxtsən. 100%. Danilov bax, elə belə işləməyib ki. Danilov da sən neçə yaşın var? 21. Qardaşım, sən milyonçusan, sən xəbərin yox. 21 yaşı var, Allah haqqı bu milyonçu. Burada indidən işə başlayıb ha, parfüm işinə baxır. İnanın mənə ki, bir 3-4 ildən sonra görün bu bazarda nə qaracaq. Mən sizə hədiyyə qazanmışım.